7 iyun Ümumdünya Qida Təhlükəsizliyi günüdür. Bu əhəmiyyətli gün 2018-ci ildə BMT tərəfindən təsis edilib. Məqsəd qida ilə bağlı risklərin vaxtında aşkarlanması, onların qarşısının alınması və düzgün idarə olunmasına diqqəti cəlb etməkdir. 2025-ci ilin şüarı isə elm fəaliyyətdədir. Bu şüar qida təhlükəsizliyinin təminində elmi biliklərin və onların praktik tətbiqinin əvəzsiz rolunu xüsusi olaraq vurğulayır. Çünki elmi yanaşma sayəsində riskləri vaxtında müəyyən etmək, onların qarşısını almaq və sağlam qida təmin etmək mümkündür. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları yüksək ixtisaslı mütəxəssislərlə təmin olunub. Burada çalışan əməkdaşlar mütəmadi olaraq həm yerli, həm də beynəlxalq təlimlər və seminarlar vasitəsilə bilik və bacarıqlarını artırır, qabaqcıl təcrübələri öyrənir, elmi yenilikləri tətbiq edirlər. Bu da institutun qida təhlükəsizliyində elmi yanaşmanı uğurla həyata keçirməsinə geniş imkan yaradır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılan elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar təhlükəsiz qida təminatında mühüm rol oynayaraq bu sahədə qabaqcıl standartların tətbiqinə yol açır. Elm fəaliyyətdədir. Təhlükəsiz qida ilə sağlam gələcəyə.